deyir, o odu söndürüb külü ilə oynayır. Neynəsin? Başqa neynəsin? Müharibə aparır, onda çox bərbad bir vəziyyətdədir. İstədiyinə nail ola bilmir, hücum edə bilmir. Ukrayna ordusu yeri gəlmişkən hər gün güclənir. Ukrayna artıq çox maraqlı, yeni, daha güclü, daha effektiv dronlarla hücum edir. Məsələn, elə bir ay ərzində məsələn 100-dən çox artilleriya qurusunu vurmaq bilirsiniz nə deməkdir? Bu demək ki, o sürətlə, artıq o yeni dronlar, yeni silahlarla onu dəqiq o silahları vura bilirlər. Yəni Rusiyanın getdikcə hava hücumundan müdafiə sistemləri sıradan çıxır, yenisini gətirə bilmir, artilleriya sıradan çıxır, tankları qurtarır, nə bilim hərbi transportörləri bitir. Hətta bir xatırlayırsınız bir arada, indi onu biraz kallaja falan da oxşuyurdu, amma gerçəklidir ki, o ateşlə daşırdılar yükləri falanları. Yəni Rusiya gəlib o vəziyyətə çıxıb. İndi belə bir vəziyyətdə yalnız məsələn Rusiya nə edə bilər? Belə bir oyun qura bilər, göstəri edə bilər. Yəni zaten də həmişə onlar elədir, simvollarla hərəkət edirlər, müəyyən rəqəmlərlə, müəyyən tarixlərlə oynayırlar. Çünki o ciddi bir şey olmadığına görə bu xırda şeylərdən bir hadisə düzəltməyə çalışırlar. Özlərindən belə əsrarəngiz bir güc, ya möhtəşəm, nə bilim sirli falanlı bir nədir, o cüzəmli bir belə deyək də varlıq kimi özlərini təqdim edirlər. Amma o deyil. Rusiya tükənib. Rusiya bitib. Hətta mən bir şey deyim. O 9 may paradını o eləməsi üçün mütləq atəşkəs lazımdır ona. Ukrayna dronları asanlıqla o 9 mayı vura bilər, həm meydanı vura bilər. Onların təminatı varmı? Hətta olan bilsin. Etməz məncə, deyilmi? Qonaqların siyasını bilir, elə bir. Orada qonaqlar indi belə götürəndə hələ demiyor ki, postsovet məkanından qıraqda hələ mən bilən bir şey kimlərsə yoxdur. İndi vaxtilə gəlirdilər dünyanın bütün ölkələrinin liderləri falan. İndi yalnız o israrla kimi ki xahiş edir, minnət edir, məcbur edir, nə bilim nə edir, o şəxslər xaric kim gəlir? Normalda belə əslində faşist Almaniyası üzərində qələbəni 80 illiyi bir normal bir hadisədir də. Amma indi Rusiyanın imici nə gündədir? Bu gün Rusiyanın imici, nüfuzu o faşist Almaniyasının nüfuzundan yaxşıdırmı? Yəni o insanlar oraya nəyə gəlsin? Sən özün bu gün o Almanların eləmədiyindən də daha yaramaz idbar işlər görürsən. Elə faşizm nədir? Həmin şeyləri edirsən və eyni zamanda hansısa bir tarixi, bir mifik düşməni, nə bilim bir hədəf göstərməklə insanları yığırsan ki, gəlin onu qeyd edək. Və sənin bugün etdiklərin nədir? Nəyinə fərqlənirsən sən? Hitler nə edirdi? Başqa xalqları, başqa dövlətləri işğal edirdi. Eyni şeydə sən edirsən. Ukraynada sənin nə işin var? Nə gəzirsən orada? Səni kim çağırıb ora? O boyda ölkən var, 17 milyonluq ərazin var, nə bilim bir 140 milyonluq xalqın var. Sən onu normal yaşadırsanmı? Sən o əraziyə tam hakimsənmi? Onun sərvətlərindən, onun nə bilim o neymətlərindən, bu xalqın rifahı üçün istifadə edə biləcək bir gücə, qüvvəyə, nə bilim bir hökmə, bir mədəniyyətə sahibsənmi? Sən əvvəlcə get o viranələri, o xarabalıqları düzəlt, o insanı yaşat. Ondan sonra get başqa ölkələrdə işğal elə də. Nə istəyirsən? Sən Ukrayna xalqını zaten neçə yüzillərdir bu xalqı işğal eləmisən, istilada eləmisən. Hətta belə deyək də, orada urbanizasiyadan tutmuş, nəyə qədər təsir eləmisən, müdaxilə eləmisən, assimilasiya eləmisən, xalqın, millətin mədəniyyətini dəyişmisən, dilini dəyişmisən. Daha nə istəyirsən? Doğru. Nə istəyirsən? Yəni deməyim budur ki, Putinin bax bugünkü o çabaları açığı çox çarəsiz, amma sadəcə olaraq indi Rus dövlət ağlı var da. Bunlar nəsə eləməlidirlər də, bir görüntü yaratmalıdır. O bəzən deyir, o stəkanda fırtına düzəldirlər. Bax ondan başqa bir şey deyil. Və yaxud o avtobusu sirkələyirlər ki, hamı desin ki, abi gedir. Bu onunla oyun oynayır. Çox xırda oyunlarla məşğuldur. Çünki dediyim kimi çarəsi də yoxdur. Əslində anlaşılır ki, Rusiyanın bu tarixi qələbələri var, bəzən də ondan Napoleona qarşı qalib gəldik, Hitlerə qarşı qalib gəldik. İndi məsələ aydınlaşır ki, bu Rusiyanın gücü deyil. Mən onu hər zaman deyirəm ki, Rusiyanın arxasında olan güc bugün onun qarşısındadır. O həmişə Anglo-Saks gücünün sayəsində, dəstəyi ilə o uğurları qazanıbdır. Bugün artıq həmin güc onun qarşısındadır. Çünki artıq Rusiya onlara indiki modeldə, indiki formatda uyğun deyil, sərf eləmir. Yeni dünya düzənində, bəzən deyirəm, bir şeydə danışır, deyirəm, bu İran yeni dünya düzənində nə olacaq? Yeri yoxdur. Rusiyanın yeri yoxdur. Bax bu qafa ilə, bu idarə etməklə, bu güclə, nə bilim bu əzələ ilə fərqli bir dünya qurulur. Hər halda dünya inkişaf edir, dünyada bir texnoloji inkişaf var, dünyada bir nə bilim süni intellekt var falan var. Rusiya o məsələləri anlamaq üçün, dərk etmək üçün elə bir 50 il, 100 il vaxt lazımdır.